Maraqlı hallardan biri yenə avtoklinikdə qarşılaşmışıq. Deməli, artıq çox şükür ki, müəyyən dərəcədə inam qazanmağa çalışmışıq və qazanmışıq da çox şükür. Bugünkü bax qonaqlarımızdan biri BMW F36-dır. Deməli, alqı-satqı yoxlanışıdır. Satan adam buradadır, alan adam gəlməyib. Alan adam mənə yazdı ki, Orxan qardaşım, burada WhatsApp-da yazdı. Dedi, qardaş, alqı-satqının yoxlanışını mən sənə atıram, kartı at mənə, atıram ödənişini sənə, konumu göndər. Göndərmişəm, alan adam gəlmir bura və deyir ki, qardaş, mən sənə inanıram. Avtomobilin yoxlanışını elə, işimlə əlaqədar çıxa bilmirəm. Avtomobilin yoxlanışını elə, avtomobildə nə xərclər varsa, nə problemlər varsa, hamısını bildir. Mən də avtomobil sahibinə danışım. Əgər qiymətlə razılaşsa, xərclərin qiymətini çıxsa, avtomobili alacam. Biz də detallı formada avtomobili altına tutmuş, üstünə qədər bütün hər bir şeyin, hər bir detalın incə formada yoxladıq. Porşenlərə kimi, kameraya kimi, gilzə kimi, yanma kamerasına kimi, alışma şamları, svetsasıdır, farsokasıdır, askı sistemidir, peradokudur. Yəni, hər bir şeyin yoxladıq. Karabkasının və elektronik problemlərinə də baxdıq. Ümumi xərcini çıxartdıq və avtomobil sahibinə də bildirdik. İnşallah bundan sonraki mərhələ onların öz arasında qalıb, razılaşdılar. İnşallah avtomobil qalacaq burada. Avtomobilin bütün problemlərini həll edəcəyik və sonra da avtomobil sahibinə təhvil verəcəyik. Kim ki avtomobilində belə ümumi həm check-up yoxlanışı, həm alqı-satqı yoxlanışı istəyirsə bizim servis seçib yaxınlaşa bilərlər. Təşəkkürlər, izləmədə qalın.